Salam dostlar. Artıq nə deyəcəyimi bilmirəm. Çox böyük nəzər var üstümüzdə. Dedim, heç nə olmayıb. Kimin nəzəri qalıbsa bu hocam üstündə. Allah belasını versin. Hələ bu deyil. Hinduşka gətirəcəkdim. Bildiyiniz üzere. Hinduşka balları hamısı öldü. Kimin nəzəri gözü qalsa gözü çıxsın. Hamısı öldü gitti. Burada da bir cüce. Cüce demek çolpay deyək ki. Hinduşka da gətirə bilən deyiləm. Demiştim 600 abone de gətirəcəm. Bir gecəyə 12 dənəsi öldü. Bu gecədəki 8-9 dənə hinduşka balası öldü. 20'den çox hinduşka balası öldü. 2 gün ərzində. Xəstədir bu. Çok büyük nəzər var üstümüzdə. Əl çəkmir bizdən. Kim nəfs tökübsə bu üstümə. Bir dənə heyvan saxlayamıram bunlar əlindən. İndi bir cürəm xəstədir. Biri ölüb. Cücelər də hamısı yoxdur. 7-8 dənə cücəm yoxdur. Nə olub hep bunlara? İnşallah ölüb qalmamışdılar. Bir nəsə gəlib cümlə bunlara. Nəsə olub elə bir bunlara. Yoxdur cücelər yarısı. Allah sen köməklə. Cücələrin yarısı yoxdur. Hansılar yoxdur baxın 1 1'i, 2'si, 3'ü, 4'ü, 5, 6, 7, 8, 9, 10, 11 tane var. Birincisi 12. Qalan 5 hardadır. Onlardan hansılar yoxdur. 1 böyük, 2 böyük, 3 böyük, 4 böyük, 5 böyük, 6, 7 dənəsi böyük. 2 dənə böyüklərdən biri öldü, biri yoxdur, hansı yoxdur böyüklərdən. Kiçiklərdən çoxsu yoxdur. Nə olub görəsən bunlara? İnşallah onların da ölüsünü oradan buradan tapmaram. Mesela toyuqca da gözümə az gəlir. Toyuqları da sayım. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Bir də sayım. Dünənləri bu toyuq etmişdi, onu tapdım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Ay, bunlar da bitti ya bunları. Arkadan sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 4, 15, 16, 17.
1 2 3 4 5 6 7 8 9 10 11 12 16 17. Hamısı var toyuqların. Cücələrin hamısı yoxdur. 1'i, 2'si, 3'ü, 4'ü, 4 dənə balacalardan. Onlar da xəstə. İçəriyə bir daha baxın. Buralarda tüklər var. Necə oldu bu? Qarğa parçalayıb deyəsən. Bunlar hinin içində necə olur? Üç tane damaslıq xoruz var idi. Biri buradadır. İkisi. Üçü. Xoruzların hamısı var. Bunlara bir də dən atım. Şimdi qazlı ballarına baxmaq üçün dolar deşmə olması yaxşıdır. Allah min bir bəlasını versin gözü düşənə bu toyuqların. Bunlara nə oldu? Belə xəstədirlər. Ölüb alıblar bunlar ayaq üstə. Xəstəlik gəlibmi? Toyuq xəstəliyi. Büzülüb yanıblar. Gidib xaz ballarına baxım görüm bunlarda nə var, nə yox. Bunlar sağdırlar. Cücələr yoxdur. Hansılar yoxdur. Bir zəif yoxdur. Başqa hansılar yoxdur. Zəif olan yoxdur. O açıq rəngli sakinlərindən yoxdur. Keçən il yox, o bir ildə belə işlər gəlmişdi başıma. Toyuqlarım içmişdi, birdən-birə çolpalarım. Gül kimi artırmışdım heyvanları. 11 dənə qalıb. Onlar da xəstə. Nə ola bilər sizcə bunlara? Bir gecənin içində. Benim nənəmin hündüşkalar da bir gecənin içində neçəsi ölüb qaldı. Belə getsə təkcə qaz nərdəyə saxlayacağım. Toyuqlar saxlayıram, ölüb gedirlər. Saxlayıram, ölüb gedirlər. Qazlar da maşallah, maşallah, maşallah. Sağlamdılar. Toyuqlar kimi orası çıxır, burası çıxır, ölüb qalmırlar. Toyuqlar da çox həssaslar hinduşkalardan beş-betər. Bir şey olan kimi meyit olub gedirlər hamısı. Və qazlar maşallah indi onlarda nəfis alacaqlar. Hamısını öldürüb qoyacaqlar. Gözü çıxmışlar. Biri değil, ikisi değil, üçü değil. 6'sı birden yoxa çıxıb.
Birin bildiği qarğa parçalıb. Qalan 5-i hana? Qaralardan yəqin biri yoxdur bu tayı. Bu toyuq versiyonu yoxdur. Bunları bildiği qarğa aparıb, yoxa çıxanlar zat. Qarğa apardı, nəsə apardı. Biz qalanlar niyə xəstədir? Məsələn, bu niyə xəstədir? Limonun balası niyə xəstədir məsələn? Çətin məsələdir. Bilmirəm, öz dərdimi çəkim, öz xəstəliyimi çəkim, bunların dərdini çəkim. Çox böyük məsuliyyət tələb edir bunlar. Biri burada, biri o tərəfdə. Durub bayra da baxım görüm, burada var mı meyit zat tapa bilirəmmi? Tüklər nə tüklərdir görəsən, yekə tüklər. Başqa burada meyit. Nə oldu ya bunlara bir gecədə? Hara yoxa çıxdılar. Töylənin damına çıxıb baxım, keçən ildə. Yox, o bir il damda idi. 20-30 dənə çolpam hamısını. Bilməm nə daşımışdı ama. Burada ölən var mı? Buradan çıxardığında sağlam idi hamısı. Hər biri sağlam idi. Buradan çıxıb hinə girdi, hamısı meyti çıxdı. 6-7 saat söhbəti deyə 6-7 saat hamısı meyit olublar. Siz niyə çıxırsınız? Siz niyə çıxırsınız? Hara yoxa çıxıblar bunlar. Yekələrdən, yox, yekələrdən ikisi də var qaraların. Kiçiklərdəndir nə yoxdursa. Hamısı kiçiklərdən yoxdur. İştənlər yəni. İndi baxım. Neçəsi oldu, gəldilərmi hardansa? Yoxsa elə bayaqkilərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Yox, elə 11'dir. 11. Tük də tapılmır, Biri burada ölüb qalıb. Qalanlar hardadır bəs? Narahat olmayın, indi biraz da nəfsiz tökün, qalanlar hamısı ölsün. Burada 2 toyuqlar var ölməli. Qəşəng. Bunları da tökün nəfsimizi. Toyuq ölümü, cücə ölümü də çox həssas biri olduğuma görə. Biraz əsəbləşmişəm. Neyi var bunun? Bir günə bir günə də yox, bir gecəyə nə olub bunlara görəsən? Bu tüklər bilmirəm. Elə onların tüklərdir. Hansılar yoxdur. Bir zəif olan idi. Biri ağ kimisi idi, yoxdur. Gəzib analardan atdım birinin bayraq azların yanında dayansın, qarğa aparmasın. Ana qaz atacağım elə.
açıq belə bu cücə rəngində biraz açıq cücələr var idi, onlar da yoxdur. Sonra bir ağ kimisi var idi, o da yoxdur. Yine yaxşıdır ki, böyüklərdən çoxsuna heç nə olmayıb. Və bunlara baxın, qatillər. Qardaşıq deyə bala, qardaşıq. Qalsın orada. Hava da tutqundur. Dumanlı havada. Nəmlidir havada. Yani oradan gelen şeye bakın öyle. Dumandadır. Qırğıya. Hamı qarın dərdində deyir. Hamı qarın dərdində. En azından bir maşallahı əsirgəməyin. Burada yazanlar olur, onlara demirəm. Bəziləri var, nəfslərini tökürlər üstünə. Onlara da sözüm. Ördək qaz ən yaxşısı. Nə xəstəliyin var, nə də bir şeyi. Özləri üçün böyüyüb gedirlər. İki dənə ördək oldu, 4 dənə. Toyuqlardan nə artım var. Hamısı bir tərəfdən qırılıb gidirlər. Hündüşkalardan nə artım var. Yumurtaladı, hamısı boş çıxdı. Nəsə var. İki dənə cücə neysə xəstələnib. On 17 dənə cücəm var idi. Qalıb 11 dənəsi. 11 dənəsi. 11-indən biri meyitdir. Oldu 12. 17-dən də 12 çıxanda qalır 5. 5 cücə yoxdur. Olsun birində tüklər vardı. Olsun bir də orada. 4'ü hara çıxdı yoxa. Hara yoxa çıxdı. Bir ana qaz tuttum yanlarına. İki ana qaz baxsın, 2 balaya. Ən yaxşısı ördək nə qazdı. Toyuq sonraki işdir. Video çəkmişdim nənə qilinin. Öldü qaldı hündüşkalar hamısı. Nə çıxan oldu, nə çıxanlar qalmadı. Bunları niyə, nə olub belə bunları bilmirsiniz dostlar. Nələri var bunların. Büzülüb yanırlar. Bu gece bunlar ne yaşayıblar bu hində, nə olub bunlara. Baxın bunun bir balası qalmalıydı, qalıb mı? Sağdır. Belə olanda istəyirəm hamısını satım. Oturum boş.
Hər bir önləmi alıram. Çox yaxşı baxıram. Yenə bunlar necə olursa bunlar ölürlər. Hinin içindən ölən heyvan da nə bilim mən. Bunlara da necə baxım, nə istəyirlər, nə yemək istəyirlər, necə yatmaq istəyirlər. İndi bunların altına aparıb yorğan döşəyimi içərim. Səhər gün orta axşam bunlara müxtəlif yeməklərimi pişirib verim. Bilmirəm, nənəm kimi bunları gözdən mi saxlayım? Çəkmiyim bunların videosunu. Nənəm də deyir, neçə ildir hündüşka saxlamışam. Heç belə başıma iş gəlməyib də, yəni. Bir gündə ölüb qalıblar yerdə. Mən də bilirəm ki, mən video çəkmişdim, ondan gözləyib ölüb. Deyə də bilmirəm ki, video çəkmişəm. Nə varsa elə qədimi arvadlar da var. Get də, bu da üstümə çıxmağa fürsət axtarır. Balacalardan neçə dənə qalıb? Biri, ikisi, üçü, 4 dənəsi. 4 dənəsi alıb, 8-dən 4'ü qalıb. Böyüklərdən də biri ölüb, qarğa dağıtıb. Balacalar da çox elə balaca deyilir ki, qarğa aparsın. Bilməm, qırğı gəlibmi? Qırğı gəlib aparıbmı? Yox, necə aparır bu hinin içindən bu qırğı bunları? Bu necə çıxıb bayra hinin içindən qarğa burada parçalayıb bunu? Ay vay, başıma çıxır. Bir oturmaya qoymazlar. Qarğalara bax, sən zəlil qalasın, tikə para olasın, nəsli kəsilsin, qurusun. Bir daha dünyaya gəlməyin. Yetim zəlil qalmışlar. Bir dənəsi əlimə düşsün qarğalara, pişirib ətini verəcəm, toyuqlar yesin. Toyuqlar da ki, yumurtlamır neçə vaxtı. O havalardaki bir stabil dayanmır ki. Toyuqlar da çaşıb qalıblar. Bir isti olur, 40 dərəcəyə qalxır. 40 olmasın olsun 25-30. Bir düşür 10 dərəcəyə. Ne bileyim vallahi. Tüklərin tapsam ürəyim rahatlaşar ki, nəsə yeyib bilərəm. Tükləri də yoxdur ikisindən başqa. 4'ünün tükü yoxdur. O 4'ü harası cəhənnəmdədir. Hara soxublar özlərin, hara giriblər.
Belə qıraqdan durub hər kəsə məsləhət veririk də. Öz başımıza gələndə heç bilmirik nə edək, nə edək, nə eləməyək. Qazları da soyuq olmasın, salam yerlərinə girsinlər. Yemlərin hazırlayıb verim. Yesinlər, içəridə dayansınlar. Hava da soyuqdur. Saxlayasan bir 100 dənə belə toyuq, 50 dənə toyuq. Kürt oturdu, çox suya, buzlu suya. Qoyma kürt. Olanları bu saxla. Kürt otursalar bilmem. Heç toyuqlar qalacaqsa da bilmirəm. Xəstələnirlər toyuqlar. Deyəsən. Nə olub görəsən bunlara? Qanatlarını sallayıb qabarıb dayanıblar. Yatırlar ayaq üstə. Digər anı. Digər də həmçinin eyni. Bu da elə. Toyuqlarda inşallah heç nə olmaz. Ən azından bir maşallahınızı əksik eləməyin. Ya baxır bura 100 nəfər, 200 nəfər yazan olur, 3 nəfər, 4 nəfər. Cücələri yerinə salmalıyam. Qalıblar başımı itirmişəm, neyiniyim bilmirəm. Yolda gələndə qonşunun uşağı dedi ki, vannanın yanında bir cücəni yenə gəldi, bu zəlil qalmışlar. Qarğalar deyirəm. Dedi ki, biri ölüb qalıb, qarğa dağıtıb. Kuru qururlar başımda. Elə nervlənirəm, elə əsəb aparır məni bunları görəndə. Dedi ki, qarğa parçalayıb. Qaça gəldim. Evdə deyildim. Buna baxın da siz. Dedim yəqin biri ölüb. Gəlib gördüm, yoxdur heç qalanlarda. Bunun bir çarəsi var da ki, videoda çəkməmək. Cücələr də qəşəng böyüyürlər. Ölüb gedirlər böyüyəndən sonra. Ölürsən, öl çıxan vaxtı da. Niyə böyüyüb mənə özünü tanıtırsan, özünü sevdirirsən, sonra ölüb gedirsən. Ölürsən, öl yumurtanın içində. Ölürsən, öl çıxandan sonra. Niyə bu boyda olandan sonra ölürsən? Bax da bu yekə cücədir. 4 aylıqdır, 3 aylıqdır cücədir. Yekə cücələrdir. Niyə ölür də, niyə ölür?
Deyim ki, zəhərli su verirəm bunlara. Atılmalı su verirəm bunlara. İndi bəziləri yazacaq ki, vananın içindəki batıq su nədir? O, axşam üstü tökürəm. Axşam bala ördəklər olduğu üçün orada çimiblər, batırırlar axşam. Orada çox vaxt qoymuram su. Bayırda qoyuram suların. Bu qarğalara bax səni. Bir dadandılar, əl çəkməzlər. Ne yaş ki 5 dəqiqə çəkilməmək, kuru vururlar başında hinin. Bilmirəm, nəsə açıb qapını bunları çıxartdım bayıra, it gəlib giribmi. Kişə! Zəlil qalmış. Bir-iki dənə qarğadır, əl çəkmirlər. Evdə olmadım, hər şey yıxılır, dağılır, tökülür, ölür. Evdə olmadım deyəndə axşam gəlib hamısını yerbəyer eləyib getmişəm. Hamısını yerlərinə salıb getmişəm. Bunlara nə olub axı? Qaz ballarına baxı yetimçələri durub çıxıb gidirlər. Atım ananı qoy getsin də. Xəbərim olmaz çıxıb giderlər. Başqa yerə qarığa gəlb aparar. Dəlidirlər. Bir dəqiqə dayanmırlar içəridə. Sağalmışdım gün kimi. Gəlib burada da xəstələndim. İndi cücələr öldü, getdi. Toyuqlar da ölsə də, toyuq bəlkə saxlayaram. 5 dənə belə. Toyuqlar ölməsə də cücələri, bunlar sağ qalsınlar. Sonra dəqiq bir toyuq sayısına çatıb onlarla devam edeceğim.
Eyni gün içində nənəmin hinduşkaları 3 dənə cücəsi öldü getdi. Mənim də 5 dənə cücəm. Yox. Deyirəm də bu videona bağlı deyə bu. Video deməyə belə necə deyim? Göz nəzərdir də. Nə də olsa gözləri qalır. Bildiği bir ikisi çıktı bayrağa. Ne ter çıktı axı çıktı bayrağa qarğa. Telefon düşdü əlimdən neysə. Düşdü. Çıxdı bayrağa. Bəs bu ikisi niyə xəstədir? Çıxdı da öldü də. Nəsə apardı. Yoxa çıxdı. Bu ikisi niyə xəstədir indi? Onları nəsə aparır, getdi. Sizə nə olub bəs? Hara getdilər onlar? Neyse mən bunları salım yerlərini videonu saxlayacağım. Sonra çataq videonda bitsin burada. Qarğalar belə getsin məni yıxıb keçəcəklər üstümdən. Alıb gedəcəklər bunları. Ağzımı işlə gəlirlər artıq qarğalar. Mən bunları yerlərini salım. Yoxsa bunlar məni də yıxıb keçəcəklər bu qarğalar. Əlacları qalsın məni qovub buradan alıb çıxıb gedərlər. Başımın üstündən uçurlar ki koy gəlib aparsınlar. Neyse dostlar sağ olun. Videonu da çok uzatmayayım. Gelen videolarda görüşərik. Görüşebilse eğer. Hayvanlar sağ kalsa. Çok qəşəng. Maşallah deyin. Çok qəşəng xoruz. Şimdi bakın sabaha bir güne onlar da öləcək. Neyse. Bunlar başladılar yeni tezdən cümmağa. Sağ olun dostlar. Mən bunları salım qəfəsə. Görüşebilsək görüşərik gələn videolarda. Sağ olun. Özünüzə yaxşı baxın.